Bir vaxtlar hər tərəf başdan başa sudan ibarət idi. Zaman zaman su çəkildi, ən hündür zirvələr, dağlar, təpələr və daşlar üzə çıxdı. Yer üzündən sular çəkiləndə ilk üzə çıxan yerlər ucalıqlar, dağ başları, qayalıqlar olub. Bəşər övladı ilk yaşayış məskənini elə bu qayalıqlarda salıb. İndi biz ən qədim insan məskənlərindən biri olan Qobustandayıq. Azərbaycanın paytaxtı. Bakının 54 kilometrliyində Xəzər dənizinin sahilindəki daşlı kəsəkli budağın ətəyindəyik. Bu məkan üzərində təsvir olunmuş qayaüstü rəsmlərlə bizi bir neçə min il əvvələ, yuxarı paleolit dövrünə aparıb çıxarır. Deyirlər, ibtidai insan dünya ilə ilk əlaqəsini məhz Qobustanda qurub. Bura paleolit və mezolit dövründə yaşamış ovçu tayfaların, Neolit dövründə heyvandarlıqla məşğul olmuş ilk insanların məskəni olub. Bu yerin hər bir daşı canlı tarixdir. Nəhəng daşların yaddaşında nələr gizlənir, nələr. İlk insan ən vacib ehtiyacları üçün daşdan istifadə edib. Daş mağara onun ilk sığınacağı olub. İlk daş silahlarla həm ov edib, həm də müdafiə olunub. Qobustan ərazisində 6000-dən çox qayaüstü rəsm aşkarlanıb. Bu qayaların üzərində insan, müxtəlif heyvanlar, gəmi, döyüş və ov səhnələri təsvir olunub. Onların arasındakı oyma, sürtmə, çapma və ştrixləmə üsulları ilə çəkilmiş ən qədim təsvirlər ibtidai insanların özünü ifadə etməsinin mükəmməl formasıdır. Qobustandakı bəzi qayalar fiziki tərkibi və geoloji keyfiyyətinə görə digərlərindən fərqlənir. Bu qavaldaş kimi. Eramızdan əvvəl 4-3-cü əsrlərdən bu ərazilərdə Qafqaz Albaniyası dövləti mövcud olub. O dövrdən günümüzə gəlib çatan qədim abidələr əhalinin dini və etnik dünya görüşünü əks etdirir. Alban daş abidələri Avrasiyanın daş babalar qrupuna daxildir. Bu tip abidələr Monqolistandan Rumuniyaya qədər çox geniş ərazidə qədim Skit, Sarmat, Sak və habelə Türk qəbilələri arasında yayılmışdı. Böyük əraziyə yayılmış bu daş abidələr cüzi fərqlərlə ümumi bir ideya əsasında yaradılırdı. Albaniyanın dekorativ tətbiqi sənətində kiçik formalı, məişət və mifoloji süjetlərin həkk olunduğu daş heykəllər xüsusi yer tutur. Albaniya terrakotları əsasən qadın heykəlciklər, az hallarda kişi heykəlciklər, o cümlədən zoomorf fiqurlarla təmsil olunub. Çox ehtimal edilir ki, terrakotlar ən qədim zamanlardan məhsuldarlıq rəmzi sayılan ana ilahəsinin təsviri ilə bağlı olub.
Xaç daşlarının tarixi hələ xristianlıqdan əvvəlki türk tayfalarına gedib çıxır. İnsanların günəş obrazını əvvəlcə yerdə, torpaq üzərində yaradıb, sonra ağac, daş üzərində yüksəyə qaldıraraq yenidən göylərə qovuşturmaq istəyi xaçların indiki formasının meydana gəlməsinə səbəb olub. Alban xaçı dünyada yeganə xaçdır ki, xristianlığa qədərki inamların və kainatı dərk etmənin əlamətlərini özündə cəmləşdirən işarələrə malikdir. Bu xaçların bütün kompozisiyaları göylə yerin əlaqəsi, günəş, işıq, nur və məhsuldarlıq simvolu kimi təsvir olunub. Cənubi Qafqaz ərazisinə səpələnmiş Alban xaç daşları əsasən 4 qrupda cəmləşdirilir. Xaçın, Artsak, Cuğa və Yenivəng xaç daşları. Alban xaç daşları Qafqaz Albaniyası dövrünün məhsuludur. Mehranilər sülaləsindən olan Cavanşirin hakimiyyəti dövründə Qafqaz Albaniyası uğurlu siyasət nəticəsində Şərqin güclü dövlətlərindən birinə çevrilmişdi. Cavanşir çətin siyasi şəraitdə ölkənin müstəqilliyini qoruyub saxlaya bilmişdi. O, ərəblər, xəzərlər, bizanslarla olan problemləri danışıqlar yolu ilə həll edən diplomat kimi adını tarixə həkk etdirib. Cavanşir xüsusən xilafət və Bizansla qurduğu münasibətlər sayəsində Albaniyanın maddi və mənəvi mədəniyyətinin inkişafı üçün çox iş görüb. Alban tarixçisi Musa Kalankatlı onun dövründə yaşayıb. Güman ki, Alban tarixi əsəri məhz Cavanşirin göstərişi ilə yazılmışdı. O, özündən əvvəlki tarixçilərin əsərlərindən başqa ixtiyarına verilmiş saray arxivlərinin materiallarından da istifadə eləmişdi. Musa Kalankatlı əsərində yazır ki, Cavanşir Bərdədə və ölkənin bir çox şəhərlərində saray və məbədlər tikdirmişdi. Alban memarlıq sənəti özünə məxsus üslubu ilə həmişə maraq doğurub. Alban memarlığının dövrümüzə çatan ən maraqlı nümunələri müdafiə tipli qalalar və dini xarakterli tikillərdir. Alban xristianlığının ilk dövrü üçün xarakterik olan tikillər kilsələr idi. Bu kilsələr uzunsov ibadət zalı olan bir nefli məbədlərdən ibarət olub. Albaniyada xristianlığın memarlığı üslubunda dairəvi məbədlər deyilən xüsusi memarlıq da yayılmışdı. Bu üslub yalnız Albanlara aiddir. Bunun da öz səbəbi var. Albaniyada dairəvi məbədlərin tikilməsi erkən xristianlıq dövrünə aiddir və tədqiqatçıların fikrincə bu məbədlər hələ xristianlığın tam mənimsənilmədiyi dövrlərdə günəşə ibadət edən Albanlar tərəfindən tikilib. Məişətdə geniş şəkildə istifadə olunduğu üçün qoç hələ çox qədimlərdən bolluq və qələbə simvolu sayılırdı. Bu bolluq və qələbə simvolunun əbədiləşdirilməsi də daş heyvan fiqurlarına olan totemistik inancla bağlı idi. Hazırlanma ənənəsi, üslubu və s. oxşar. Deməli, bu hamısı onu deyir ki, deməli, bunlar hansı kənddə olmasından asılı olmayaraq, hamısı bir hansısa mərkəzdə hazırlanır. Ən maraqlısı odur ki, deməli, nə qədər indiyə kimi biz görmüşük, hamısında qoçu təsvir edirlər, qoyunu yox, qoçu təsvir edirlər. Qoç atadır, əcdaddır, kişidir, nəsil ondan başlayır. Daşlardan hazırlanmış, yonulmuş müxtəlif heyvan fiqurları, xüsusən də qoç, at, insan fiqurları. Bax, bu fiqurlar bizə o zamanın hansı dünya görüşünü, ümumiyyətlə hansı məlumatı çatdırır?
Qoç, at xüsusilə də Azərbaycan tarixində, Azərbaycan mənəviyyatında çox böyük yeri var. Çünki o ömrü bununla bağlı idi, təsərrüfatı bununla bağlı idi və ona görə də onun dini təsəvvürlərində, bayramlarında, mərasimlərində bu simvolların çox böyük əhəmiyyəti var. O cümlədən də deyək ki, rəhmətə gedəndən sonra da qəbrinin üstünə də qoyurdular. Qoç və at obrazları Azərbaycan folklorunda da, nağıllarında da öz əksini tapıb. Yadınıza düşürsə, o Məlik Məmməd haqqında nağılda ağ qoç və qara qoçdan danışır orada və ağ qoç işıqlı dünyaya çıxarır, qara qoç isə əksinə axirət dünyaya aparır və qəbirlərin üstündə olan o qoçlar da insanın ruhunu axirət dünyasına aparan bir simvoldur, rəmzdir, hansı ki insanı axirət dünyasına çatdırır. Digər tərəfdən bu qoçların hazırlanması uzun proses keçib, yəni müxtəlif sənətkarlıq ənənələri yaradıb. Hardasa qoçlar daha realistik işlənilir, hardasa daha sxematik şəkildə işlənilir, hardasa dekorativ şəkildə işlənilir, amma bütövlükdə onun simvol kimi, məna kimi mənası eyni qalır. Bu rəngarənglik, üslub fərqliyi bu yaxşıdır. Bizim müxtəlif deməli bölgələrdə olan yerli bədii ənənələri göstərir, xalqın zövqünü göstərir. Qoç fiqurları Asiyada çox geniş yayılıb. Azərbaycanda bu abidələr Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinin zamanında daha populyar olub. Qoç heykəli məzar daşları Cənubi Qafqazın müxtəlif yerlərində çox geniş yayılıb. Həm Azərbaycanın indiki ərazisində, həm də Azərbaycanın tarixi ərazisində, yəni Qərbi Azərbaycanda, Ermənistanın indiki yerləşdiyi ərazidə, sonra Gürcüstanın ərazisində Azərbaycanlıların kompakt yaşadığı yerlərdə, Bolnisidə, Dvanisidə. Bu abidələrə əsasən Cənubi Qafqazda qədim türklərin məskunlaşma arealını müəyyən ediblər və ona əsasən də Azərbaycan tarixi ərazisi müəyyən olub. Məsələn, Gürcüstanda Kərəm xanın Qoç heykəlli məzar daşı hal-hazırda Armaziskevi muzeyində saxlanılır. O abidənin üzərində 30 Oğuzun türk tayfasının damxası var. Və həmin tamğıya Azərbaycanın Laçın rayonunda, Malıbəyli kəndində yenə də həmin Qoç heykəlli məzar daşlarının üzərində rast gəlinir. Zəngəzurun Urut kəndində Qoç heykəlli və sənduqa formalı məzar daşlarında min evladı Avğvan, yəni Alban nəslindən sözləri həkk olunub. Urut kəndində aşkarlanan abidələrin üzərində olan qədim türk tayfalarına məxsus anqonların, şamanların təsvirləri göstərir ki, türk elementi çox güclü olub Alban tayfalarında. Azərbaycanlılar da Cənubi Qafqazın köklü aborigen bir xalqıdır və Alban mədəniyyətinin daşıyıcılarıdır. Ulu babalarımız qoçla birlikdə atı da müqəddəs heyvan sayırdılar. At həmişə insanın şərəfi, qəhrəmanlığı və qələbəsinin ifadəsi olub. Dəfn edilən qəhrəmanın qəbri üstünə at fiqurunun qoyulması bununla əlaqədardır. At da Azərbaycan folklorunda çox böyük əhəmiyyətə malikdir. Bizim bu deyimlərin içində yazılırsa at muraddır sözü. Yəni murad insanı istəyinə, arzusuna çatdırandır. Və ona görə də bir çox hallarda qəbirlərində üstündə biz at təsvirlərinə də rast gəlirik. At ta qədim dövrlərdən, hələ Manna, Midiya dövründən bizdə müqəddəs sayılmışdı. Deyək ki, o məşhur Nisey atları məhz Mannada böyüdürdülər. Bir qədər ondan sonraki dövrlərdə, deyək ki, Albaniya dövründə at yenə də müqəddəs bir obraz sayılmışdı. Biz yenə də atla bağlı olan bir çox simvollara, rəmzlərə, onların heykəllərinə rast gəlirik. At ümumiyyətlə hakimiyyət rəmzidir.
daş sanduqələr üzərində həkk olunmuş fiqurlar qədim insanın dünyanın yaradılışı, insanın həyat mərhələləri, kainatın sirləri haqqında dünya görüşünü bizə çatdırır. Sənduqə tipli qəbrüstü abidələr bizdə nisbətən inkişaf etmiş orta əsrlərdən əmələ gəlirlər, meydana gəlirlər. Çünki artıq İslam tələbləri sərtləşdikcə zoomorf və antropomorf formalarla mübarizə aparılırdı və imtina olunurdu onlardan. Və ona görə də yeni tip qəbir növü yaranır, hansı ki sənduqə tiplidir. Və bu sənduqə qəbirlərin üzərində əksər hallarda artıq ərəb əlifbası ilə deməli burada dəfn olunan insan haqqında məlumat verilir. Sənduqədən başqa, deyək ki, qoç, at fiqurlarından başqa eyni vaxtı çox maraqlı bir qəbir formalarına da rast gəlirik, hansı ki biz ümumilikdə onlara sufi qəbirləri deyirik. Dərviş qəbirləri də bəzi hallarda deyirlər ola. Bu adətən sufilərin qəbirlərin üstündə qoyulur. Əlbəttə ki, artıq sırf antropomorf heykəl qoyula bilməzdi onun üstündə, amma çox şərti olaraq, çox sxematik olaraq yenə də bildirilir orada. Həmin o sufilərin, dərvişlərin deməli geyimi, başlarında olan o əmmamənin, papağın deməli forması oradan tanımaq olur bunu. Abidələr insan təsvirləri, daşdan ovulmuş heykəllərdir. Bunlar əsasən Şirvanda, Qarabağda, Muğanda, Anadoluda böyük bir tarixi, coğrafi arealı əhatə eləyir. Alimlər hesab eləyir ki, bu daş balballar əsasən kurqanlara, o kurqanların qorunmağı üçün, gözdən nəzərdən saxlamaq üçün qoyulurdu. Monumental insan fiqurları daşdan yonulmuş, bəzilərinin hündürlüyü 3 metrə çatırdı. 7-ci əsrdə yaşamış Moysey Kalankatlı da yazırdı ki, Azərbaycan ərazisində yaşayan əhali bu abidələrə itaət eləyir. Şirvanşahlar Sarayı kompleksi 13-16-cı əsrlərdə tikilib. Kompleksin memarları Şirvan-Abşeron Memarlıq Məktəbinin qədim ənənələrinə əsaslanırdılar. Onlar dəqiq kub formalı və çoxüzlü memarlıq abidələri yaradaraq divarları zəngin oyma naxışlarla bəzəyirdilər. Hər memar ənənə və bədii zövq sayəsində öz sələfinin memarlıqla bağlı ideyasını mənimsəyərək yaradıcı şəkildə zənginləşdirmişdi. Müxtəlif dövrlərdə Bayıl qəsri, Atəşpərəstlik məbədi, Səbail kimi adlarla bilinən bu qəsr böyük bir irsi özündə daşıyır. Bu elə bir zəngin irsdir ki, bu bizim bu torpaqlarda, Azərbaycan xalqının bu torpaqlarda yaşamaq hüququnu verən yazılı mənbələrdir, pasportlardır. Və bu mədəni irs bizim kökümüzü, soyumuzu və böyük türk dünyasının bir parçası olduğumuzu sübut eləyir. Bu yazılar dünyada və yaxın şərqdə, İslam dünyasında analoqu olmayan bir abidələrdir. Bu yazılı daşlar perimetr boyu Səbail qəsrini əhatə eləyib və bu daşların müxtəlif həm ölçülərinə görə, həm daşın rənginə görə, həm üstündəki təsvirlərə, yazılara görə alimlər müəyyən ediblər ki, 2 cərgə yazı olub.
Ayrı-ayrı Şirvanşahların adları, tarix, yəni 1234-35-ci il oxunur. Deməli, dəniz dibindən 1938-ci ildən 1969-cu ilə kimi 699 ədəd həmin bu yazılı daşlardan çıxıb. Amma Səbail qəsrinin bayıl daşlarının oxunması çox çətindir. Ona görə ki, daşların bir qismi hansı ki yazı tərəfi ilə qumun üstünə düşüb, onlar salamat qalıb. Digərləri su yuyub aparıb yüzilliklərlə, yəni yazı oxunmur. Alimlər belə hesab edirlər ki, hələ bu yazıların 3-dən 2 hissəsi suyun dibindədir. Yəni sistemli şəkildə o arxeoloji tədqiqatlara ehtiyac var ki, bütün bu abidələri biz çıxardaq və ondan sonra bəlkə bu yazıların oxunması mümkün oldu. Bu yazıların üzərində təsvirlər də var. Alimlər belə müəyyən edirlər ki, insan təsvirləri ola bilsin ki, Şirvanşahların da təsviri olsun və yaxud o dövrdə yaşamış görkəmli insanların təsviri olsun. Sonra heyvan təsvirləri var. Heyvan təsvirlərindən başqa belə çox maraqlı, zoomorf, yəni təbiətdə olmayan bir məxluqların təsviri var. Və əsasən də şir təsvirləridir, öküz başı təsviridir ki, yəni Şirvanşahlar, Şirvan özü də şirlər ölkəsi mənasında tərcümə olunur. Fərrux Yasar bütün mənbələrdə, yazılı daşlarda şirən şah adlanır. Şirlərin şahı 6-cı əsrdən 16-cı əsrə kimi mövcud olub və böyük bir ərazini əhatə edib və Şirvan şahların 1000 illik tarixə malik olan qüdrətli bir dövlətin tarixini bizim epiqrafçı alimimiz Məşəd xanım Neymət bu yazılı daşlardan əldə edib. Bu yazılı mənbələrdən əldə olunan informasiyalar tarixin həmin dövrünə işıq tutur. Memarlıqda daşın əhəmiyyəti nədir? Ümumiyyətlə, daş sizin üçün nə deməkdir? Daş əvəz olunmaz inşaat materialıdır. Deməli, çox qəribədir ki, Bakının özü üçün bu çox xas olan bir şeydir. Bu dünyada başqa bir yerlərdə yeni inşaat materialları axtarırlar. Amma təbiət özü bura üçün daşı yetirib. Heç bir yerdə bu daşın əvəzi yoxdur. Həm tikinti materialdır, divarı örmək olur, sütun qoymaq olur, həm də bədii estetik işləmələr mümkündür. Daşı axtarırlar, elə Bakının ətrafında, elə Bakının özündə də daş inşaat materialı kimi vardır. İşləyiblər, tərtib ediblər. Əgər fikir versəniz, qədim dövrdən yaşayış materialları daşdan olan tikillər var. Bu əhəng daşı həm lazımınca dəyanətlidir, möhkəmdir, həm də yumuşaqlıq üçün də yumuşaqdır. Onun üstündə işləyiblər. 15-ci əsrlərdən günün bu günəcəndə gəlib çatmış memarlıq əsərləri vardır. Bunlardan biri, deməli, deyək o divanxana. Divanxananı görün, insanlar olan yerlərdə nə qədər bədii tərtibatı var. Azərbaycanın qədim memarlığında bədiilik olduqca yüksəkdir. Hətta onu romantik memarlıq adlandırılır. Bugünkü gözəl inşaatın içərisində bir sual çıxır. Bəs burada işləyən daş ustalarının əməyi harda istifadə olunur? Bu bizim qədim sənətdir. Qədimdən işlənən işlərdir. Mənim buna həvəsim olub, gəlib öyrənmişəm. Məsələn, mən bunu lap uşaqlıqdan həvəsim olub, qədim işlərimizə baxıb maraqlanırdım ki, görək
nətər işləyiblər ustalar. Düzdür, mən buna gələndə atam da heç icazə vermirdi. Deyirdi, daş yonmaq biraz çətindir, əziyyətlidir, tozlu işləyik. Dədə babalarımızdan belə bir söz var ki, çörəyimiz daşdan çıxır. Bizim hələ çörəyimiz də oradan da daşdan çıxır. Bu daş gülbaq daşı demək var, yumuşaq daşdır. Qaldıqca torpaqda məsələn sərtləşir, ağırlaşır. Ancaq yumuşaq olanda işləmək rahatdır. Qədim dövrlərdən bizim işləyənlərimiz, böyük ustalarımız var ki, bu şəbəkə üzərində işləyiblər. Şəhərimiz indi abadlaşdıqca orada elementlər verirlər, biz onu işləyirik. Bu heykəllər, abidələr daşlaşan yaddaş kimi gələcəyə hansı informasiyaları ötürür? Bizə nələri çatdırmaq istəyir? Elə bu durduğumuz bu gözəl məkan, Şirvanşahlar Sarayı, xalqımızın daş abidəsi, daş yaddaşıdır. Ən bariz nümunə kimi Qobustan qaya rəsmləri göstərə bilərəm. Qaya rəsmlərinə biz baxdıqda o bizim həm tarixi yaddaşımızdır, həm əcdadlarımızın nə ilə məşğul olmağını göstərir. Deyim ki, orada gördüklərimiz həm ov səhnələri, həm dəniz mənzərələri, qayıqlar var orada bildiyiniz kimi, həm şadyanalıqda onların yallı rəqsi getməyini. Yəni o vaxt ki, bizim əcdadlarımız öz həyat tərzini, öz yaşamlarını, öz hisslərini o qayalarda həkk etmişdilər. İkinci, deməli, misal kimi, daş sərdəbələri götürəndə onun üstündəki siz bəzəklərə fikir verəndə görəcəksiniz ki, orada çoxlu xalça elementi də var. O bizim arxitektur, məişət həyatımızda əks olunan, bax bu hələ Şirvanşahlarda gördüyümüz elementlər orada da öz əksini tapmışdır. Bəlkə də ola bilər ki, oradakı əksdən götürülüb bura köçürülmüşdür. Yəni bu biraz hələ araşdırmalara məruz qalmalıdır, yoxlanılmalıdır. Bizim bu Abşeron daşında o qədər istilik, o qədər məhəbbət, o qədər hərarət var ki, artıq heykəltaraş işə başlayanda bunun son nəticəsinin özündə görə bilir. Mən də bu daşdan çox istifadə eləmişəm. Bir misal var, deyir ki, biz bu daşla bir addımlayırıq. Yəni biz Bakıda hara baxırıqsa, biz bu daşın əhatəsindəyik, biz bunu sevməyə bilmərik. Ona görə özü də ki, bu bir material kimi çox gözəl və ümdə bir materialdır da. Bir də ki, daşların belə bir xüsusiyyəti var da. Bu daşla biz təmasa giririk, danışırıq, bundan nəsə öyrənirik. Əl vuranda onun o hərarəti bizim canımıza, ürəyimizə hopur. Yəni bu daşı sözlə demək mümkün deyil. Pirineydən tutmuş Sibirədək böyük ərazidə rast gəlinən daş və sümükdən yonulmuş qadın fiqurlarını şərti olaraq Venera adlandırırlar. Bu fiqurların ortaq cəhəti əl, ayaq və sifətin çox şərti göstərilməsidir. Əsasən doğuş orqanları, döşlər, ombalar xüsusi nəzərə çatdırılır. Bu, əbədi qadınlığın ən qədim təcəssümüdür. Qədim totemistik təsəvvürləri özündə əks etdirən məhsuldarlıq ayini sanki torpağın münbitliyini, ev heyvanlarının çoxaldılmasını, qadın ananın nəsil vermə qabiliyyətini vəhdət halında birləşdirir. Bu kult mifologiyada da öz əksini tapır. Bu daşlar nə qədər hadisələrin şahididir. Amma öz təbiətinə uyğun olaraq daş kimi susur, susur. Əgər onu danışdırmağı bacarsan, çox şey deyər sənə.
İnsan təbiətlə bütünlük təşkil edir. Daş ovulub torpaq olur. İnsan torpaqdan yaranıb torpağa gedir. Daşın zaman və məkan içərisində səyahəti əslində insanın tarixidir. Daşlaşan yaddaşıdır.